İllər keçsə də şəhidlər heç vaxt unudulmur. Bu gün Səlyan rayon Sarıvan kəndindən şəhid Zümrüd Mehdiyevin 65 yaşı tamam olur. Siz qonaqlarımız, hamımız Sərramızın an yerində Şəhidlər Xiyabanına xoş gəlmişsiniz. Bugünkü bura gəlişimizin məqsədi torpaqlarımızın azadlığı uğrunda şəhid olan 1-ci Qarabağ şəhidi Zümrüd Mehdiyevin adına gəlmişik. Bugün onun 65 yaşı tamam olur. Bütün şəhidlərimizin tədbirlərin keçirdiyimiz kimi eləcə də Zümrüdün də 65 yaşını inşallah sizinlə birlikdə keçirdəcəyik. Hamımıza bir daha xoş gəldin deyim. Salamlayıram sizi qonaqlarımız. Gələn ayaqlarınız var olsun. Qarabağın azadlığı uğrunda şəhid olan bizim həm yerlimiz, həm kəndlimiz Zümrüd Mehdiyevin 65 yaşı tamam olur. Bu münasibətlə bir daha sizə salamlar deyirəm. Hamınız xoş gəlmişsiniz. Və icazə verin, bu möhtəşəm gözəl tədbirimizdə Azərbaycan dövlətinin himni ilə başlayaq və Allahdan arzu edirik ki, bu himnimiz həmişə səslənsin, düşmənə gözlə olan Azərbaycanımız həmişə ucalsın. Beləliklə, Azərbaycan dövlətinin himni. Canın şahitleri Allah can sağlığı versin, gazilerimize de Allah can sağlığı versin, Allah şefa versin. Bütün şehitlerimizi yine teşekkürler. Allah bize şehitlerimize rahmet eylesin. Şehit özel taksında başlayır. 93-cü il Oktyabr ayının 27-si Ulu Öndərin xalqa müraciətinə qoşulub gedən əskər və zabitlərdən də biri mən oldum. Biz Səlyan Hərbi Komissarlığından Çıxanlı Toplanış Məntəqəsinə yığıldık. Orada hazırlaşımdan sonra Gəncə poligon oldu. 2-3 gündən sonra soldatların gəlmişi komandir hemen yerde, o neytral yerden gelende orada şəhid gördüm. Ben geldim müracaat ettim komandanlığa. Maşın vermediler. Dediler olmaz. Neytral zonadır. Oraya girmeye olmaz. Hamıza minnettarlığımı bildirdim. Çətindir, söz yok. Bütün şəhidlər məqsəd odur ki, özü də idmançı olduğum üçün şəhid idmançılarımızın adına klublar açılır, idman üzrə və onları tanıdırıq, yarışlar keçiririk. Ondan da başqa mən Salyan mənim üçün doğma bir yerdir. Nəyə görə? Çünki mən elə bu kənddən yoldaşlarla bir yerdə iş yoldaşı olmuşum. Allah'ın şəhidimiz barədə qardaşımız geniş məlumat verdi. Bəli, çox düzgün bu sakal ki, çox gözəl dedikdir. Elə gəlib burada şəkil çəkdirib ki, azadlığı uğrunda gedən hərbi əməliyyatlar zamanı düşmənin silahlı qüvvələrinə qarşı qəhrəmancasına döyüşüb 8 yanvar 1994-cü ildə Ağdam rayonunda şəhid olan qəhrəman şəhidimiz Zümrüd Mehdiyev tərəfindən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə ölümündən sonra təşəkkürümüzü bildirək və təqdim edək. Xahiş edirik. çox. Səvahir xanıma, bir Qazi xanım kimi yəni təqdim et. Allah rəhmət eləsin. Sağ olun. Sağ olun. Biz həmişə tutduğumuz yoldan heç vaxt geri çəkilməyəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah can sağlığı versin. Birinci Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizə səbir ömür versin. Allah bütün qazilərimizə can sağlığı ömür versin. Özüm olmaq şərtindən. Mən özüm birinci olmuşam Gəncə batalyonunda. Qulluq eləmişəm. Özüm Ağdamda olmuşam 190-da. 703-də olmuşam, döyüşlərdə olmuşam. Allah bütün nə qədər döyüşdə olan qardaşlarımı, bacılarımı Allah qorusun. Əskərlərimizi Allah qorusun. Allah bizim anamıza, qardaşımıza səbir ömür versin. Allah qardaşımıza da rəhmət eləsin. Biz onunla fəxr edirik, qürur duyuruq ki, mən özüm jurnalist olmaqla, sadəcə olmaqla. 93-dən 94-də keçən günləri o mənə xatırlatdı.
Elin ne o başı var, ne bu başı var. Bak görürsən, hər birimizin dərdi, hər birimiz üçün çox ağırdır. Məqsəd nədir? Məqsəd odur ki, mən bir söz demişəm ki, yer üzündə bəşər hamımız Adəm evladıyıq. Fərq eləməz bu günləri, istər Ukraynada, bu gün istər ki, Çində harda əgər bir güllə atılırsa, bir ananın göz yaşıdır. Bir evin çırağının sönməsidir. Ona görə Allah'tan bir şey arzulayıram ki, yer üzü sülhlə bərqərar olsun inşallah. Bir də onu vurulaması istəyən bir zaman özü yetişib bu günləri, Türk'ün hak yolunun bu günləri Allah Teala yol açıb ki, Türk azaddır, azad olacaq. Yəni ki, o dəfə Şəhidlər Xiyabanında şeydi dedim, çox insanlar tərəfindən gözəl alqışlandı. Yəni o Zamanımızdır, tarih yaz şəhidlər. 40 günlük düşmənə qəhrəmanlar çəkdi da, 30 il ayrı qaldıq, həsət bitdi Qarabağ. Keçdi olmaz oldular, od alırım içində. Danışacaq nəsillər, onlara sətildi Qarabağ. Keçdi olmaz oldular, od alırım içində. Danışacaq nəsillər, onları sətildi. Nə xoş ki, sələm yox, nə yaxşı Azərbaycan yox. Allah bizim Azərbaycanımızı qarmasın. Allah cəm şəhidlərə qəmi-qəmi rəhmət eləsin. Mən qonaqlara bir söz deyim. Sözün həqiqi mənasında Azərbaycanın torpaqları şəhid qanı ilə yoğrulduğuna görə hər bir nöqtəsi bizim üçün əzizdir. O cümlədən Sarvan kimdə. Mən qonaqlara da sizi şəhid Zahirin, şəhid Aslanın, şəhid Almamədin kəndində görməyə çox şadam. Mən sizləri heç bir nişanəsi olmayan, əgər sağlılarsa, sağ-salamat gəlsinlər. Əgər şəhidli məqamını yüksəlirlərsə, Allah nəsib eləsin ki, onların nəşi gəlib əzizlərin yanında dəfn olsun. Şahid Zöhrə, şahid Eliquruş, şahid Elçinin kəndinə xoş gəlmişsiniz. Şəhid Zamanətin, şəhid Hacəddinin, şəhid Elnurun, şəhid Rufullahın kəndinə xoş gəlmişsiniz. Şəhid Həsrəddinin, şəhid Salmanın, şəhid Zümrüdün kəndinə xoş gəlmişsiniz. Şəhid İsvəndlərin, şəhid Nailin, şəhid Cavadın kəndinə xoş gəlmişsiniz. Siz şəhid Raqinin, şəhid Arifin, şəhid Subhanın kəndinə xoş gəlmişsiniz. Və müharibə bitdikdən sonra və bizim neçə qəlbə gəzdirə veteranlarımız olan kəndimizə, o cümlədən Abdullah Natiqin, Əliyev Sahilin, Əlkərəm qardaşımızın, Faiq qardaşımızın və bizim son dövrdə 44 günlük müharibənin iştirakçısı olan Həsənkürün kəndinə Səfər Qarba bu il onun 40 mərasimi idi. O müharibə veteran və qəlbə gəzdirə dəyişən Eyvaz qardaşımızın kəndinə xoş gəlmişsiniz. Və o cümlədən gördüyünüz birliyi ilə mən deyirəm, bütün Azərbaycana nümunə olan bu kəndə xoş gəlmişsiniz. Burada şəhid valideynlər var. Mən yaşlar böylələrdən hamıda təşəkkür edirəm. Çox sağ olun. Şəhidləri Allah rəhmət eləsin, zümrədə rəhmət eləsin. Bizi bu kollektive dəvət elədi və bizə müraciət elədi ki, yəni bu rəhmətli Zümrüdün 65 yaşı tamam oldu. Firdos'un önündə qeyd elədi ki, 27 Kim ərsə gətirib, onlara minnətlərəm. Sağ olun. Demək olar ki, sənin əmrində nümunəvi kədir ki, hər bir şəhidin şəhid olduğu gün, anada olduğu gün qeyd olunur. Bu çox bəyənilən hərəkətdir. Bu həm alət dövlərinə təsəllidir, həm də təzə yetişən nəsilə vətənbərlərini yurumunda yol göstərir. Görünəcəkdir ki, 47 il bundan qabaq orta məktəb tarmışıq. O hissə hamımızın o məktəb illəri yüreğimizdə yaşayır. Zümrüd qardaşımız bizi ilə paralel sinifdə oldu. Ancaq münasibətimiz yaxşı, özü də dəyərli olan oldu. Onun xüsusiyyətləri çox oldu. İdmanı çox sevirdi, futbolçuydu, yaxşı ovçuluğu var idi. Sözümcə o dərslərdə nümunə olmasa da, vətənpərvər deyildi, ruhunda nümunə idi. Hamıdan çoxsu xalqını sevirdi, vətənini sevirdi. Sizin öz adında, sevgili yaşlarının adında
şehidimizə Allah rəhmət eləsin. Cəmi Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Rəhmətli üzünü, bizim üçün qoşulur, qızılsın mənim. Əlim məndən rəhmətli, qoşulur, əmdən cəmiyyət başarılı. Biz kəmlərlə qatılıb tutmuşuz. Allah səbirlərinə rəhmət eləsin. Ailələrinə başarılı verəcəm. Allah rəhmət eləsin. Allah uzun nəsib etsin, ailəsinə, oğluna, sağlarına Sağ ol. Sağ ol. Qardaşımız qanunun əlinin, əlinin qabarın nəfisəsidir. Allah bütün şəhətlərə rəhmət etsin. Allah ailəsinə səbir etsin. Allah evlətlərindən gözəl günlər. Həqiqətən də Zümrüd qardaş çox gözəl danışır. Allah bütün toylarda olur. Ben bir mesele Zümrüd qardaşımız kutlu, sağ olsun diye onun başlayacağım onu. Zümrüd həqiqətən çox gözəl qardaş olur. Bizi də o çox genç yaşlarında izləyimizə baxıraq onun xatirələri qabiliyyətimizdən. Bu gün o yaxşı fotoğrafını, bütün öyrənin gözəl işlər şəhidlərimizin bütün tədbirlərində, ad günlərində, dəfn olunan günlərində hamısını qeyd edirsiniz. Sizə böyük minnətdarlığımı bildirirəm. Bu günlərin Zümrüd barədə və sinif yoldaşlarımız hamısı danışdı idi. Doğrudan da o sözlərə layiq oğul idi. Allah onu rəhmət eləsin. Anam doğma vətəninsən, ayrılar mı gönül candan? Azərbaycan, Azərbaycan, yaşasın, Sarvan, Azərbaycan. Bu gözəl tədbirində ailən də iştirak edir. Nərələrin də iştirak edir, övladın da iştirak edir. Baxma ki, sən aramızda yoxsan, sən görünməzsən, sən qəlbimizdəsən, ürəyimizdəsən. Amma sənin ruhun bizimlədir. Sənin ruhun şərtdir ki, bu günləri səni istəyən böyük bir kəndin sənin tədbirinə gəlir. Sənin yubileyini təbrik üçün gəlir. Sənin sənətdəki 65 illik yubileyin mübarək, əziz qardaşım. Mən sənə qardaş deyirəm ki, vaxt olur bir körpə vaxtlarımızda, uşaqlıq illərimizdə sənin ruhu şad olan ana Gülsüm ana biz analıq edirdik. Açığı deyim, hər vaxt o ana gölünün təndirdən çörək pişirib çıxaranda da tək oğlu Əyyub ruhu şad olsun, ona yox, bütün uşaqlara çörəkdən gəlir. Ataydı, gözəl atadır. Amma vətən sevgisi onu atalıq deyəndə ki, babasının qucağına alıb doyunca unutda bilirlər. Təşkil edirlər, Allah razı olsun, təşəkkür edirlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, analarımıza, atalarımıza səbir versin, bir daha bu Azərbaycanda müharibə göstərməsin, Allah dağlar. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, Allah köməkli olsun. Gələn ayaqlarınız var olsun. Mən də atam haqqında sözün açığına qalsayam, görməmişəm, eşitmişəm. Yəni, onun dostlarından, sinif yoldaşlarından, müharibə yoldaşlarından çox mərd adam olduğunu deyildirlər. Allah hamımızı var eləsin, sağ olun, gəldiniz, yolunuz, yad elədiniz. Allah köməyiniz olsun. Ben de Tüsa Bey'in teşekkürümü bildirirəm. Teşekkür ederim. Teşekkür ederim. Sağ ol.